Mayın 31-i Ümumdünya Səhiyyə Təşkilatının təşəbbüsü ilə dünyada Ümumdünya Tütünlə Mübarizə Günü kimi qeyd olunur. Bu əlamətdar gün 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında təsis edilib. Günün əsas məqsədi tütün məhsullarının istifadəsinin insan sağlamlığı üçün yaratdığı təhlükələrə diqqət çəkmək və ölkələri tütün istehlakının azaldılması üçün səmərəli tədbirlər görməyə təşviq etməkdir. Bu münasibətlə Sumqayıt Tibb Mərkəzi 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin təşkilatçılığı ilə General Məhəmməd Əsədov adına inteqrasiya təlimli internat tipli gimnaziyada tədbir keçirilib. Tədbirdə ilk olaraq çıxış edən Sumqayıt Tibb Mərkəzinin direktor müavini Namirə Abbasova tütünün zərərli təsirləri barədə danışaraq bildirib ki, tütün insan orqanizminə birbaşa zərər vuran, müxtəlif xroniki xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına səbəb olan əsas amillərdən biridir. Bu gün cəmiyyət olaraq maarifləndirməyə və bu zərərli vərdişlə mübarizəyə daha ciddi yanaşmalıyıq. Daha sonra çıxış edən Abşeron Xızı Regional Təhsil İdarəsinin Sumqayıt sektorunun müdiri İman Ağayev tütünlə mübarizədə təhsilin roluna diqqət çəkib. Qeyd edib ki, şagirdlər arasında maarifləndirmə tədbirləri həyata keçirmək, onları sağlam həyat tərzinə təşviq etmək bizim əsas vəzifəmizdir. Bu cür tədbirlər gənc nəslin sağlam yetişməsində mühüm rol oynayır. 1 nömrəli Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Təranə Mansurova isə tütünün yalnız fərdi deyil, ictimai sağlamlığa da təsir etdiyini vurğulayıb. Tütün tüstüsünə məruz qalmaq, pasiv şəkildə belə olsa sağlamlıq üçün ciddi risklər yaradır. Bu baxımdan tütünsüz bir mühit yaratmaq hamımızın məsuliyyətidir deyə Təranə Mansurova əlavə edib. Digər çıxış edənlər də tütünlə mübarizənin vacibliyindən, bu sahədə görülən işlərdən və gələcəkdə planlaşdırılan tədbirlərdən danışıblar. Tədbir şagirdlərin hazırladığı ədəb-bədii kompozisiyalarla davam edib. Kompozisiyalarda tütünün insan həyatı və sağlamlığına vurduğu zərərlər, eləcə də tütünsüz gələcəyin ümidverici mənzərəsi əks olunub. Sonda iştirakçılar bu cür tədbirlərin mütəmadi keçirilməsinin əhəmiyyətini vurğulayaraq, gənclər arasında sağlam həyat tərzinin təbliğinin daha geniş miqyasda aparılmasının vacibliyini qeyd ediblər. Şəmstan Fikrətli Elbrus İsmailov, Bugün informasiya proqramı üçün.